Valla xəstəxanaya elə adamlar yağma gəldi ki, heç bir Allahın salamı Masazırdan. Hə, Masazırdan durub qızı ilə gəlmişdi, mənə üzərliyi getirsin. Yağma elə adamlar gəlmişdi ki, tolka Allahın salamını verdiyim insanlardı da sosial şəbəkədə. Soyuqda, ha. Üzünə nə çəkirsən? Eşq, məhəbbət vurub canıma. Gəl, çox sadəcə gəl. Ona görə bəziləri bu kommentlərin altında bugün Instagramda baxdınız, mən paylaşdığıma. Gördünüz o xalaşqanı. O belə xalaşqa var idi, burasına taxmışdı bundan. Mənə nə yazıb? Yazıb ki, at sifət, itə oxşayır. Xalaşqanı gördünüz? Sətağı gördünüz? Bir dənə girin Instagram'a o xalaşqaya baxın. Xala deyirəm sənə. Özü boyda oğlu var. Oğlu da saqqallarını ütləyib. Hə, sinəyə belə qoyub, burasına da taxıb bundan. Bir də görə məndə blokdadır. İç. Məndə blokdadır. Gedib kommentlərin altında, fan səhifələrimin altında özünü cırır. Hə. İtə oxşayır, at sifət, nə bilim nə, hə, azmındıq. Gör nə gündəsən ki, səni öz səhifəmdə bloka atmışam. Gedib fanlarımın altında özünü cırırsan. Kozimonun bir yerinə ki, Allah haqqı heç vecimədir, inanırsınız. Tıklayın 2 milyon edək. Az biz istəsək indi 5 milyon eləyərik. Tək ki biz istəyik, prosta biz istəmirik. Bəli. Prosta mənim səhifəm, canlı yayınım yox. Səhifəm blokdadır. Video kayıtlarım. Video nə paylaşıram qoymur, icazə vermir. Kəşfətim bağlıdır. O iki uyarı gedəndən sonra qəşən videolar çəkəcəm sizin üçün. Ona görə canlıda aktiv oluram ki, videolarımın o uyarılara getsin. 2 dənə uyarım qalıb elə. Arzu, ay can. Niyə oxumursa? Ətağa oxuyuram, prosta tez gedir can. Takip qarşılıqlı, ətağa. Yaxşı, mən sənə qarşılıqlı takip versəm nə olacaq ki? Ses getdi, düpapa canı. Yol olsun. Arzu. Daliyə gəlsin. Saç rəngi. Yayda 10 milyon. Yayda bizim rekordumuz 13,6 milyon olub. Amma xam, necəsən həyatım, ağaz yoxsan çoxdandır. Qulaq az, qızlar, yayda qəşəm partlayış yayınlar olacaq, yayda. Terasda yeni. Özə terasımı yeni diləyəcəyəm, terasımı biraz böyüdəcəyəm. Biraz da qabağa verəcəm, daşlarla böyüdəcəyəm. Tezə dizayn eləyəcəm ora. Yayda partladacaq. Yenə güllər, millər. Bu yay biraz yüngül keçdi. Bu yay keçən yay. Bu yay biraz qəşəng eləyərik. Yaxşı, vest. Arzu, Aycan. Ha, Diyan. Bir dənə biri var, onu oxuyayım. Atma. Ayda, sələ atmayıbsa. Yayda gəlir ora. Kim? Ayda, səli deyəsən atdı ye. Ay, bir dənə yay gəlsəydi, həllim bir şey yazıb. Az yay partlayış olur da bizim yayınlar. Suluyuruq, oynayırıq. Ayda, o nə yayınlar idi az. Yadınızda qızlar. Canlı yayınlarımız partladırdı da. Hamı bizə baxırdı ye. Hə, sonra o yayda o yayınlardan 2 dəfə səhifəm bir həftəlik getdi. Qurumuşam, məni də sula. Sənin dipçöyün onsuz da qurudu da, sənin evi sulaymaz. Sənin sulason da xeyri deyir, sənin dipçöyün ucu quruyub. Bu da öldürüb WhatsApp'dan məni. Deyir, qurumuşam, məni sula. Kiş sizə baş çatmır, 1 qram xeyri olmadı o qızım mənə. Kimdir? Toma, kim olacaq? Binə qəddən salam. Yo, Toma, tamam. Boş verin. O mənim ürəyimi qırdı ye, qızlar. Mənim ürəyimi geri qırmayasan. Toma. Toma ürəkdir. Ürəyim ağrıdı. Ürəyim niyə ağrıyır? Arzum. Ay can. Timka da özünü yuxarıdan cırır. Timka səni deyəsən canımda yatırsan maşallah. Lənkərandan salam. Əleyküm salam.
Neynədir ki, tutulmaz? Zarafat eləyirəm. Siz də öldürmüşsünüz. Arzu, Aycan. 1,9 milyon tıklama. Yayınımız düşür. Eybi yox. Hə, Timka maşallah. Timka sənə də vermə diyor. Qızlar, bir dənə qız var Timka. Qəşən qızdır. Doğrudan da qəşəngdir ya. Özdə mənim kimi də estetikli yığma dördə təbiidir. O qızda hər şey təbiidir. Və çox gözəldir. Melo, sağ ol qardaş. Amma ailə qurub ayrılıb. Bir dənə oğlu var. Əgər yaraşıqlı, evlənmiş, boşanmış qardaşınız varsa, evlənmiş, boşanmış qardaşınız varmısa, deyən fikrimi yayındırırsan, nə yazdım bir də yaz. Ciddi deyirəm, ətağa, qardaşınıza ala bilərsiniz. Amma ciddi münasibət istəyir də, yəni o hələ belə istəmir. Ayrılıb, boşanıb, bir oğlu var. Təriflədin, ərdəydim. Mən də belə tərifləsəydin, ərdəydim. Yox, səni tərifləmirəm. Sən getsən də qaytarıcılar geri. Mən Timkanı deyirəm. Timka, burası qımışır orada. Timka doğrudan da, yəni mən kimi belə şey deyir də, belə dəli dolu, başdan xarab deyir. Ağır təbiətdir, gözü qaşı çox qəşəngdir, çox təbiidir. Mənim kimi estetikli deyil. Xanım xatımdır və belə. Timka ölü kimi ruhdur. O şeyləri də var. Yəni oğlanla evlənsə, oğlan ona baxacaq, bu oğlana baxacaq. Oğlan ona baxacaq, bu oğlana baxacaq. Oğlan necəsən həyatım? Yaxşıyam, sən necəsən? Bax belə. Hələ bir solmuş gül. Qıza bax, adam mən bilsiz düz danışım da. Qıza baxırsan, doğrudan da qız kukla kimi qızdır. Adamın Allahı var. Yo, Timkanı deyirəm. Tomanı demirəm. Doğrudan da qəşəng qızdır. Çox qəşəngin. Yəni mən qadınlığımla baxıram, gözü çox badam göz, dodağıdır, üz cizgiləridir, figurasıdır, özü estetiksiz atsız. Çox qəşəngdir. Amma gəl ki, soğuk. Otururuq oyuna restoranda. Necəsən Arzu? Deyirəm, yaxşıyam Tinka, sən. Mən də yaxşıyam, çox sağ ol. Все. Həyatıma nifrət edirəm. Bir də doğulmaq istəyirəm. Ona görə deyirəm ki, qadında görünüş önəmli deyil sadəcə. Qılıq, istiqanlıq, kişini kişi eləsin. Nənəm demiş rəhmətli Almaxam. Kişini kişi eləyən qadınıdır. Qadın geri dominant olsun. Qadın boynunu bükməyi də bacarsın, dik durmağı da bacarsın. Lazım olan yerlərdə kişini yönətsin. Lazım olan yerlərdə boynunu büksün. Yöneticilik. Az, sən haraya, sən hara 31 yaşına qədər getməmisən. Sən nə orada dingil deyirsən? 31'e qədər səni almadılarsa 32'de alacaqlar səni. Kimi dedim yox. Kimi dedim yox. Da neyniyim sən üçün? Hardan tapım? Nəsildən kökdən bir iki nəfər var idi, onu da istəmədim. Da mən neyniyim sən üçün? 2 milyon olsun cigərimizə qurmaq. Heç nə də Timka, sən ən birinci getmək istəyirsənsə, ikiniz də yuxarıdan yazırsınız, fikrimi yayındırırsınız. Getmək istəyirsənsə, birinci Timka, bax Quran haqqı ciddi deyirəm, xarakterimi değiş. Az Tomaya'daki nəsildən kökdən bir iki yox. Oğlan TikTok istəməsin. Oğlan bayıra çıxmasın. Oğlan harda sənə yaxınlaşsın? Yox, bayırda yaxınlaşmasın. Oğlan mənə restoranda Bəs bu köpək oğlu harda yaxınlaşsın sənə? Tualetdə yaxınlaşsın. Fikrinə bax, bunun fikrinə bax. TikTok olmamalıdır. Video çəkməməlidir. Restoranda yaxınlaşmamalıdır. Bayırda yaxınlaşmamalıdır. Bəs bu köpək oğlu harda yaxınlaşsın sənə? Gözdə gəlir, hə? Bəs bu hardan çıxsın? Ya bayırda yaxınlaşırsa hamı yaxınlaşır. Restoranda yaxınlaşırsa hamı yaxınlaşır. Bu məntiq hardan çıxır? Sən ətağa düz demirəm.
fikirləşin. Ona görə bu 31 ildə evdə qalıb da. Kim alacaq bunu 31 ildən sonra?